1918-ci il 31 mart tarixində Azərbaycanlılara qarşı törədilən soyqırım günüdür. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığını incələrindən sayılan İsmailiyyə binasına top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilən hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri Karvansarada vəhşicəsinə öldürülür. İnsanların meyitləri elə orada yandırıblar. 1998-ci il martın 26-sı Prezident Heydər Əliyev Azərbaycanlılar soyqırım haqqında fərman imzalayıb. Həmin gündən 31 mart tarixi Azərbaycanlılar soyqırım günü kimi qeyd edilir.